Yəni söhbət İrəvandan gedir, mahnıda Şəki gedir. Şəki gedir mahnıda, bəli. Burada da yoxdur, dağını əlavə eləyib İrəvan. Burada İr-əvan gedir. İr 10 mənalı sözdür. Əvan 16 mənalı sözdür. İr, misal üçün İraq, İran, İrlandiya, tamam başqa mənalar verir, adlar. Burada deyir ki, bu vaxt mahnıda deyir ki, qapıda duran oğlana ir rəhmin gəlsin nənə. Niyə rəhmin demir, ir rəhmin deyir? İr, boynu bükük, aciz, qalmadı. Burada ir, aciz qalmadı. Deyir, acizsən, tək qalmısan. Əvan, 16 mənalı sözdür. Bir mənası köməyi olmayan. Köməyin yoxdur sənin. O nə xaldır qoşa düstürmüsən. Və yaxud da deyir ki, İrəvanda xal qalmadı. Xal satılırdı qalmadı. Ya bağışlanır. Necə yəni 19-20-ci əsrin əvvəllərində Cəbbər Qaryağdıoğlu gəlin oturub toyda onun xalın vəsfi. Harda var ha? Azərbaycan mədəniyyətində belə şey olur. Baxın olması bu olsun da. Qızın qız toyu var, oğlan oğlan. Hardan bu xalı sahib? Bunun yeri deyil. Xəl qalmadı. İr-əvan, xəl qalmadı. Vəzifün, hüququn qalmadı. Təcrid olunmuşsan. Ona xaldır qoşa düzdürmüşsən. Yəni ulduza aya üzüyü tutmuşsan. Yəni düşmənlər İbrahimə belə deyir. Bəli, bəli. O da deyir ki, yarım deyir, xalqa nə borcdur? Ya mən Allaha bağlıyam, siz kimsiniz? Ona deyirsən. Və yaxud ikinci bənddə deyir ki, İrəvanda mən işlərəm. Nə xaldırdı, qoşa düzdürmüşsən. İrəvanda mən işlərəm. Xəncərimi gümüşlərəm. Bəli. Burada gümüş ya qızıl ya dəmir. Burada gümüşlərəm sözü təhrif oldu. Ənvər Əlbəçi gümaşdaramdır. Yəni mən nəzarətçi qulluqda hazır saxlama gümaşda deməkdir. Mənası xəncərim hazırdır. Başqa köməyə ehtiyacım yoxdur. Bu məcazi mənadadır. İbrahim aşiqdir. Qan tökən deyildir. Yəni mənim müdafiə ehtiyacım yoxdur. Haqqın yolu məndədir. Çox keçməyəcək ki, görəcəksiniz ki, Allah var, onun məkanı göy aləmdir, ərş fələkdir. Ərş fələk mələklərdən də yuxarı qalxdı. Göy 3 qatdır. 7, 8, 9. Nizaminin əsərlərdə, Xəqaninin, Marağaninin əsərlərdə bu verilir. 7 qat çirkli qatdır.